Salam dostlar, bugün keçirilmiş güvən sınaq imtahanının coğrafiya suallarına baxacağıq. Gəlin başlayaq. Deməli deyir ki, xəritə sxemə əsasən vulkanogen effuziv çökmə suxurların yayıldığı əraziləri müəyyən edin. Birinci hissəyə baxırıq ki, bura Qanıq Əri çaydır. Bura 4-cü dövrün antropogen, yəni 4-cü dövr suxurları ilə örtülü olmuş olacaq. Vulkanogen deyil. Vulkanogenlər əsasən Kiçik Qafqaz tektonik qalxmasının ərazisində rast gəlinir. Baxın, məsələn, Qanıq Əyərçayda biz vulkanogenə rast gələ bilməyəcəyik. Ona görə birlər cavabdan çıxmalıdır. 1. 2-yə baxıram, Ceyrançol Acınoğur bura neogen dövrünün çöküntüləri geniş yayılmış olacaq. Burada bir də antropogen dövrünün çöküntüləri geniş yayılacaq idi. Bizə vulkanogen lazım idi. Deməli, 1 və 2 ikisi də ola bilməz cavabda. 3-ə baxırıq. Kiçik Qafqaz tektonik qalxmasına aid olan yerdir. Bəli, 3 cavablardan biridir. 4. Yenə biz bilirik ki, Naxçıvanın, baxın, buradan belə yüksək dağlıq hissəsi, bir də 3 düzənlik, Gülüstan, Yaycı, Ordubad düzənlikləri Kiçik Qafqaz tektonik qalxmasına aiddir və yenə bu hissə, deməli, vulkanogen suxurlarla örtülü olmuş olacaq. 5-də də Talış dağları, o da vulkanogen suxurlar olacaq. Deməli, cavabımız 3, 4 və 5 olacaq. C variantı olacaqdır. 6 isə bu Gəyan İncə Harami, İncə düzünə düşəcək təqribən. Burada yenə 4-cü dövrün antropogen suxurları ilə örtülü ərazilər hesab olunur. 1C. 2. Günəş deyir ki, Günəş şüaları 10 dərəcə şimal enində zenitdə olanda hansı coğrafi enlikdə qütb gündüzü deyil? 10 dərəcə şimal enliyində Günəş şüaları zenitdə olanda buraya 90 dərəcə bucaq altına düşür. Coğrafi qütb 90-dan da 10 dərəcə aşağıya, 90-dan 10 çıxırıq 80. Baxın, bu intervalda olan bütün paralellərdə qütb gündüzüdür. Yəni 90-dan 80-ə qədər olan yerlərdə qütb gündüzüdür. Bu qütb gündüzü olan yerlərdə bizə deyir ki, olmayanı tapın. Yəni 90 ilə 80-in arasında intervala düşməsin. Bax, məsələn, 82 90 ilə 80-in arasıdır. Burada uca başlayıb qütb gündüzü. 87 90 ilə 80-in arasına düşür. Burada da var. 90 özündə də qütb gündüzü var. 85-də yenə 90 ilə 80-in arasındadır. Orada da yenə var qütb gündüzü. Amma hələ 75-də qütb gündüzləri başlamamışdır. Cavab Y. Faydalı qazıntılara aid olan bir sualdır. Faydalı qazıntılara baxaq. Dəqiqə. Deyir ki, doğru sıranı müəyyən edin. Xromit ehtiyatı. Xromitin işarəsi budur, düzdür. Xromit yatağı da düzdür. Göydərədə Kəlbəzərdə olan xromit ehtiyatı yatağıdır. Doğrudur 1. 2 qızıldır. Qızıl və qoşa yatağı Gədəbəydə düzdür. 1-2, baxın, cavabımız ya A-dır, ya da D-dır. Keçək, məsələn, 5 ilə 6-ya baxaq. Gips, düzdür, işarə budur və gips yatağı Ağcakənd Goranboy rayonu 5 doğrudur. Cavab A-dır. Amma biz nə etməliyik? Təbii ki, o birisi cavablara da bir baxmalıyıq. Məsələn, 4. 4 misin işarəsidir, amma gətirib kükürt verib, Ağdağ veribdir. Mis yatağının adıdır və yataq Ağdağ seolit gilinində. Kükürt də bu seolitin işarəsi belə düz bucaqlı 2 ağ olmalıdır. Kükürdün işarəsi də baxın bu şəkildə olmalıdır. Yəni uyğun deyil. Mis də Gədəbəydə Qaradağ olmalıydı. Yəni tamamilə yanlış bir cümlədir. 4-lər çıxdı. 3-ə baxıram, məsələn, burada polimetalın işarəsi doğrudur. Qaradağ yazıb amma. Qaradağda biz polimetal öyrənməmişik. Biz Qarabağ ərazisində polimetal, özü də Ağdərə rayon ərazisinə düşəcəkdir. Mehmana polimetal yatağı idi. 3 də belə getdi. Keçək ən sonuncusu. Baxın, bu molibden filizinin yatağıdır. Amma gətirib travertin işarəsi yazıb şaxtaqda. Travertin şaxtaqda bura düzdür. Amma işarə yanlışdır. 6-da çıxdı. Deməli, cavabımız A variantı oldu. Xəritə sxemdə K məntəqəsindən başlayaraq istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Eləyək, bu bizim K məntəqəmiz. K-dan birinci ox istiqamətində hansı obyektlərə rast gələ bilərəm?
Hə, baxın, burada Böyük Qafqaz silsiləsinə, Baş Qafqaz silsiləsinə rast gələ bilərəm buradan belə. Və bir də buraya qədər gəldimsə də artıq burada da nə var? Qanıq Ərçay var. Baxın, elə birinci tərəfdə A doğru yazıb. 1-ə A. C-də 1-ə Y yazıb səhvdir. Burada yenə Y yazıb səhvdir. B yazıb səhvdir. Deməli, ya A-dır, ya da B-dir cavabımız. İkinci ox istiqamətinə baxırıq. Baxın, deyir, buradan düşəndə deyir, Cənub-Şərqi Şirvan. Baxın, birincisi buraya fikir verin. A-dan sonra burada C gəlir, burada da D gəlir. Gəlin, indi C-yə baxaq. Məsələn, 2 istiqamətində baxıram. Şirvan və Qarabağ düzünə gələrsən deyir. Bəli, buradan Şirvan düzündən keçəcəm. Burada da Qarabağ düzünə çatacam. Bu doğrudur. Yəni, C doğrudur. Bunu saxladıq. Yəni, bir dənə də burada deyir, D-yə də baxın. Burada D-yə. Muğanla Brovar silsiləsi. Baxın, ikinci istiqamətdə Muğan bu tərəfdir, Brovar silsiləsi də bu tərəfdir. Yəni, bu üçüncü istiqamət uyğun olan bir cümlədir. Muğanla, bax, 3-də D. Cavab, bəli, A variantıdır. Və üçüncü istiqamətə baxsam, görürəm oraya da, məsələn, burada F-i verib də. Qarabağ düzü ilə Şaxta silsiləsi. Qarabağ düzü buradır. Bax, üçüncü istiqamət heç onu görmədi ki. Bir də Şaxdağ silsiləsi. Şaxdağ silsiləsi də burada. Heç üçüncü istiqamətdə görsəm. Deməli, cavabımız A variantıdır. Kür çayı hansı relyef vahidlər arasında sərhəd roluna malikdir? Şirvan düzü ilə Muğan düzü, Mil düzü daha doğrusu. Gəlin, burada qeyd eləyəcəm bunları. Şirvan düzü bura, Mil düzü bura. Hə, düzdür. Bunlar sərhəd təşkil edir. Kürd aralarındadır. Bir dəqiqə. Bir dənə buranı silim, təmizləyim. Bu A variantı oldu. Keçək indi aşağıdakı, baxın, bu yazıları burada xəritədə göstərərəkdən tətbiq eləyərəm. Tətbiq eləyərəkdən göstərəcəm. Bax, Şirvan və Mil düzü deyir. Şirvan düzü, bir də Mil düzü. Kür arasında sərhəd təşkil eləyirmi bunun? Bax, Kür arasından keçir. Düz sərhəd təşkil edir. Bir düzdür. Muğanla deyir Cənub-Şərqi Şirvan düzü. Cənub-Şərqi Şirvan düzü burada. Muğan düzü də burada. Hə, bu da düzdür. Bir də düzdür, iki də düzdür. Millə Muğan deyir. Bax indi. Bu Mil, bu da Muğan. Bunların arasında artıq Araz çayı sərhəd təşkil edir. Kür təşkil etmir. Deməli, bu səhvdir. Yəni, 3-ləri cavablardan çıxmalıyıq. 3-lər cavabdan getdi. Keçək indi 4. Səlyanla deyir Mil. Gəlin baxaq. Səlyan düzü buradadır. Mil buradadır. Bunlar ümumiyyətlə sərhəd təşkil etdilərmi? Xeyr, eləmədilər. Deməli, 4-də çıxdı. Gəlik 5-ə. Hərami və Qarabağ düzləri. Bunların arasında kür yoxdur axı. Bax, məsələn, Ceyhan, İnci Haram. Haramı bura, Qarabağ düzləri də bura. Bunların arasında heç kür keçmir axı. Deməli, 5-də səhvdir. 5, 5, 5 getdi. Keçək indi ən sonuncu Gəncə Qazax düzü ilə Ceyrançöl. Doğrudur. Bax, bu Ceyrançöl. Bura Ceyrançöl. Burada Gəncə Qazax. Sərhəddə kür aralarından keçirmi? Keçir. Deməli, bir də 6 doğrudur. 1, 2, 6 cavabımız D variantı. Eol relyef formaları, eol mənşəli bu ən sadə suallardan biridir. Təbii ki, duyunlar və barxanlar 4, 5. Qum təpələri duyun, qum tirələri barxanlar. Sonra deyir 210 dərəcəlik azimutla hərəkət etsəniz 4 kilometr. Əvvəlki məntəqəyə ən qısa yolla necə qayıdarsınız? Biz bilirdik ki, 210 əgər böyükdürsə rəqəm 180-dən, o rəqəmdən 180 çıxmalıyıq. Yəni 210-dan çıxmalıyıq 180-i. Necə eləyəcək? 30. Cavabımız 30. Keçək digər səhifəyə. Baxın, deyir ki, Salavat aşırımı. Salavat aşırımı deyir harda yerləşir? Təbii ki, Baş Qafqaz silsiləsində 1-ə B. Biçənək aşırımı 2346 bu Zəngəzur silsiləsində olacaq D.
və Ömər aşırımı. Bu da olacaqdı Murovda A. B, D, A. Cavabımız D variantı. Aşı Salavat aşırımı Başqafqaz silsiləsi. Biçənək Zəngəzur, Ömər, Murov. Keçək, xəritədə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstəriləcək? İstiqamət, getmək varsa təbii ki, hərəkət xətləridir. Topoqrafik plan hansı miqyasda tərtib olunur? Baxın, burada topoqrafik plandan gedir söhbət. Topoqrafik plan 1 bölünsün 2000 və daha böyük miqyasda tərtib olunur. Gəldik 41-ci suala. Doğru olmayan deyir müəyyən eləyin. Dəmavənd. Dəmavənd təbii ki, Avrasiyadadır. 5610. Bir düzdür. Yəni bir doğrudur. Bizə doğru olmayan lazımdır. Bir dəqiqə bunun qarşısına doğru qoyaq. 2. Pinatuba. Pinatuba Filippindədir. Avrasiya materiki, Avrasiya Asiya qitəsinə aiddir. Amma Cənubi Amerika yazıb buna. Yanlışdır. Rainier ABŞ-da, Şimali Amerikadadır. Doğrudur. Kamerun Afrika doğrudur. Şasta o da ABŞ-dır. Yəni Şimali Amerikada götürüb Cənubi Amerika yazıb. Yanlışdır. Hekla İslandiyadadır. Şimali Amerika yazıb. Yanlışdır. Bizə də doğru olmayan lazımdır. Yəni yanlışları seçməliyik. 2, 5, 6. 2, 5, 6 C variantı. Yaz gecə gündüz bərabərliyi günü payız gecə gündüz bərabərliyi günündən hansı əlamətinə görə fərqlənir? Yaz gecə gündüz bərabərliyi 21 martdır. Payız gecə gündüz bərabərliyi isə 23 sentyabrdır. Deyir ki, bu 21 martı 23 sentyabrdan fərqləndirən əlaməti seçin. Şimal və cənub yarımkürəsi bərabər işıqlanır. Bu iki tarixin ikisində də günəş ekvatorda zenitdə olduğuna görə hər iki yarımkürə bərabər işıqlanır. Bu ikisinə də ümumi cəhətdir, fərqləndirən cəhət deyil. Ona görə bunu seçənməliyik. Bu tarixdən etibarən 22 iyuna qədər şimal yarımkürəsində gündüzün uzunluğu gecənin uzunluğundan daha çox olacaq. Düz deyil. Yəni bu 21 marta aid olan bir ifadədir. Çünki 21 mart günündən gecə ilə gündüz bərabərləşir. Bundan sonra düz 22 iyuna qədər gündüz gecədən uzun olacaq şimal yarımkürəsində və bu da bunu deyir. Amma 23 sentyabrda isə gecə gündüz bərabərləşir və bundan sonra gecə gündüzdən uzun olmağa başlayır. Yəni gecələr uzuyur. Ona görə baxın, bu 21 martı 23 sentyabrdan fərqləndirən əlamətdir. Bu cavabdır. Bakı şəhərinə günəş şüası günorta vaxtı 50 bucaq altına düşür. Hə, günəş ekvatordasıdır, Bakıda 40-dadır. Hər ikisində baxın, həm 21 martda, həm də 23 sentyabrda günəş ekvatorda olduğuna görə Bakı 50 dərəcə ilə düşür. 90-dan 40-ı çıxırıq, eləyir 50. Bu da yəni ümumi cəhət idi, bizə fərqli lazım idi. Günorta vaxtı 45 dərəcə şimal enliyində şaquli bastırılmış cismin kölgəsi cismin özünə bərabər olacaqdır. Özünə bərabər olmaqdan ötürü yəni 45 bucaq altına düşməsi deməkdir. 45 şimal enliyi, 45 dərəcə şimal enliyi, günəşdə ekvatorda. Aramızda 45 dərəcə var. Ekvatorda 90 dərəcə göstərirsə, burada da 45 dərəcə göstərilecək. Bir cismə də günəş 45 dərəcə bucaq altına düşürsə də, onun kölgəsi elə həmin o cismin uzunluğu qədər olur. Yəni bu da doğru ifadədir və hər ikisinə aid olan cavabdır. Bizə tək 21 marta aid olub, 23 sentyabra aid olmayan cavab lazım idi ki, o da B-dir. Günəş ekvator üzərində zenit olur. Bəli, həm 21 martda, həm də 23 sentyabrda. Yəni bu da bunların oxşar cəhətidir. Burada 4 dənə cavab 21 martdan 23 sentyabrın oxşar cəhətidir. Bir dənə B tək 21 marta aid olan ifadədir. Cavab B-dir. Nə deyir burada? Sxemlə müvafiq olaraq yaylaları müəyyən edin. Bir Meksika yaylasıdır. Meksika. Yerdə qalanların hamısı cavabdan çıxdı. 2. Dekan yaylasıdır. Tibet deyil ki, Tibet yuxarıda olmalıydı. Səhvdir Tibet. Sonra Dekan budur. Cavab A variantı olacaq. 3. Efiopiyadır. 4. Kars platosu Balkanlarda. Sonra
Böyük Qafqaz dağlarında mineral bulaqları müəyyən elə. Tursu, Şırlan bunlar kiçik Qafqazdılar. Yəni Şuşadır, olmadı. Xaşı, bu Böyük Qafqaz, Çuxuryurt Böyük Qafqaz. Bu ikisinə görə olmayacaq. Bədo İsmayılı Böyük Qafqaz, Bum Qəbələ Böyük Qafqaz, Xalxal Oğuz Böyük Qafqaz, Çuxuryurt Şamaxı Böyük Qafqaz. Cavabımız deməli budur. Sonra keçirik 45 nömrəli tapşırığa. Yaşma ilə deyir, Lənkəran ovalığını müqayisə eləyək. Kür dağarası çökəkli tektonik zonasına aiddir. Yaşma Böyük Qafqaza aiddir, amma Lənkəran Kür çökməsinə aiddir. Yəni bu Lənkərana gedəcək. Xəzər sahili mövqeyə malikdir. İkisi də Xəzər sahili mövqeyə malikdir. Ortaq cəhət olacaq. Palçıq vulkanları yayılmışdır. Lənkəranda yoxdur. Bu Yaşmada yayılmış olacaqdır. Əsasən Təbaşir Neogen dövrünün çöküntüləridir. Bu da Yaşma olacaqdır. Deməli 1-ə 3 və 4. 2-yə 1. Ortaq isə 2 olacaq. Cavab C. Keçək 46-ya. Deyir ki, 10 dərəcə şimal enliyi, nəsə, burada koordinatlar verilib 3 dənə. İl ərzində gecə ilə gündüzün uzunluqları arasında vaxt fərqi daha çox olar. Gecə gündüz uzunluqları arasında vaxt fərqi çox olmağından ötürü ekvatordan ən uzaq olan enlik olmalıdır. Çünki ekvatorda gecə ilə gündüzün uzunluqları il ərzində bərabərdir. Buradan uzaqlaşdıqca gecə ilə gündüzün uzunluğu arasında vaxt fərqi çoxalır. Ekvatordan ən uzağı götürməliyəm. Ekvatordan ən uzaq hansıdır burada? 70 dərəcə cənub enliyi. Deməli 3. 3-ə A gedəcək. Yeni sutkanı daha gec qarşılayır. Daha gec qarşılamaqdan ötürü daha qərbdə olmalıyıq. Baxın, daha qərbdə olan bu 110 qərb uzunluğudur. Yəni 2-yə B. Afrika materikində yerləşir. Afrika materikində bu qərb Afrikada yerləşə bilməz. Çünki çox uzaqdadır 110 qərb uzunluğu. 105 şərq uzunluğu da yenə Afrikaya yerləşə bilməz. Bu Afrikada yerləşən 10 dərəcə şimal eni 5 dərəcə qərb uzunluğu olacaqdır. Yəni 1-ə gedəcək. 1-ə də C. Günəş ildə 2 dəfə zenitdə olur. İldə 2 dəfə zenit olmaqdan ötürü coğrafi enlik 23.5-lərin arasında yerləşməlidir. Və enliklərə baxıram ki, burada 23.5-ə düşən bir dənə 10'dur. Yəni 1-ə gedəcək bu da. 1-ə CD, 2-yə B, 3-ə A. Hardadır? 1-ə CD, 2-yə B, 3-ə A. Y variantı. Keçirik 47 nömrəli test tapşırığına. Baxaq, doğru sıranı müəyyən elə deyir. Silsilələr verilib burada. Burada isə əlamətləri verilibdir. Murov silsiləsi ən uca zirvəsi Qamışdır. Doğru əlamətdir. Buzlaq relyef formasına rast gəlinir. Bəli, gəlinir. Yəni 1 doğrudur. 2-yə baxırıq. Peştəsər mütləq hündürlüyü 2000-dən daha azdır. 2500-dən azdır. Biz bilirik ki, ümumiyyətlə Talışda ən hündür yer haradır? 2493'dür. Yəni təbii ki, Peştəsər artıq 2500-dən aşağı olan bir yer olmalıdır. Və Kiçik Qafqaz tektonik qalxması zonasına aiddir. Bəli, Peştəsər də, Talışdır, Brovardır. Bunlar hamısı Kiçik Qafqaz tektonik qalxmasına. Bu da doğrudur. Qarabağ silsiləsi ölkə sərhədində yerləşir. Qarabağ silsiləsi ölkənin sərhədində deyil. Qarabağ vulkanik ailəsi sərhəddədir. Və Qarabağ silsiləsinin ən hündür yeri Dəli dağ deyil. Qarabağ silsiləsinin ən böyük kirsi 2725'dir. Bu tamamilə yanlış ifadədir. 3 cavabdan çıxmalıdır. Sonra keçək 4-ə. Yan silsilə paleozo yaşlı suxurları səthə çıxıb. Biz paleozo yaşlı suxurları bir Tovuz çay, Əsir çay, Zəyim çayda, bir də Sədərək dərələrdə görürük. Yəni yan silsilədə görmürük. Yanlış ifadədir. Mərmər yataqlarına rast gəlinir. Quba rayon ərazisində biz mərmər yataqlarını görə bilərik. Amma 4 yanlış ifadə idi. Deməli, cavabımız B olacaqdır. Bozdağ Kür dağarası tektonik vahidindədir. Doğrudur bu. Aridendasyon relyef formasında yerləşir. Bu da doğrudur. Sonra Baş Qafqaz, qədim terstratovulkanların qalıqları. Rast gəlmiş olacaq deyir burada. Filiz faydalı rast gəlinmir. Niyə ki? Baş Qafqazda
Biz filiz faydalı qazıntıya rast gəlmişik. Məsələn, Kastağ, Mazımçay, Katexçay, bu kimi polimetal filiz yataqları vardır. Bu da belə. Deməli, doğrular 5 oldu. 1 oldu, 2 oldu. Yəni cavab B-dir. Nazca və Sakit Okean litosfer tavaları bir-birindən ayrılması səbəb olub. Nəyə səbəb olmuşdur? Kordilyer dağlarının yaranması. Kordilyer Sakit Okean və Şimali Amerika tavasının toqquşmasındadır. Ona görə bir yanlış ifadədir. Zond və Aleut novlarının formalaşması. Xeyr, bunlar da Nazca ilə Sakit Okeana aid olmayan ifadədir. 2 də səhvdir. Pasxa adasının yaranması düzdür. Sakit Okean tavası və Nazcanın ayrılmasında Pasxa adası var və divergen zonalarında da rift dərələri formalaşır. 3-5 olacaq cavab. Gəlin 4-ə də baxaq. Deyir ki, aralarında konvergent sərhəd formalaşır. Da bir-birindən ayrılmazsa da konvergent niyə olur ki? Divergent olmalıdırlar. Cavab deməlidir. Keçək 49 nömrəli test tapşırığına. Günəş 15 şimal enliyində zenitdədir. 15 dərəcə şimal enliyinə Günəş 90 dərəcə bucaq altında düşür. Buna əsasən tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsi şimala düşər? Baxın, fikir verin, dedi ki bizə tropik işıqlanma qurşağında yerləşən coğrafi enlik. Tropik işıqlanma qurşağının sərhədləri haraydı? 23,5 şimal, 23,5 cənub. Bunların arasında olan yerdir. Mən burada 30 görürəm. Bu artıq 23,5-dən aşağıdadır. Ona görə olmaz. 40 görürəm. Olmaz. 30 gördüm. Olmaz. Və 2 dənə cavabımız var. Biri 15 cənub enliyidir. Biri də 20 şimal enliyidir. İndi gəlin baxaq. Günəş bizdə harda zenitdə idi? 15 şimal enliyində. Gəlin 20 şimal enliyini çəkək. Bir də 15 cənub enliyini çəkək. Günəşin buradadır. Özü günorta vaxtıdır. Tam mərkəzdədir. Günəş indi mənə deyir ki, kölgə şimala düşsün. Məsələn, burada cənubda dayanan bir nöqtə olsam, Günəş məndən şimalda olacaq. Baxın, Günəş məndən şimaldadır. Kölgəm cənuba düşəcək. Amma mənə kölgə şimala lazım idi. Baxın, indi burada fikir verin. Burada dayanıb Günəş. Biz də buradayıq. Bizdə Günəş hardadır? Cənubda. Deməli, kölgəmiz hara düşəcək? Şimala. Çünki Günəşin istiqaməti ilə kölgə tərsdir. Deməli, cavabımız 20 olacaq. B variantı. 50 nömrəli test tapşırığı. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün ərazilərdə deyir Kiçik Qafqazda. Filiz faydalı qazınlar geniş yayılıb. Biz Kiçik Qafqaz tektonik qalxmasına aid etmişik Kiçik Qafqaz dağlarının özlərini, Talış və Naxçıvan dağları, Zəngəzur dərələzi. Biz də bilirik ki, Talış dağlarında geniş yayılmayıbdır, yəni filiz faydalı qazıntılar. Burada artıq səhv dedi və qarşısına da səhv olduğunu qəbul elədi. Deməli, burada bir uyğunluq var, yəni yanlış və yanlış. Deməli, cavab budur. Orta Araz əyilmə tektonik zonasında yalnız tikinti mənşəli faydalı qazıntılar var. Xeyr, burada kimyəvi duzlara da rast gəlinmiş olacaqdır. Yanlışdır, amma qarşısına doğru yazdı. Deməli, uyğunsuzdur. Ölkəmizin bütün tektonik zonalarında palçıq vulkanlar yayılıb. Yanlışdır, bizim ən çox Böyük Qafqazda, bir də Kür çökməsində palçıq vulkanları var. Yanlış, amma qarşısına doğru yazıb, ona görə bu da getdi. Tektonik qırılmalar ərazilərin yaxınlaşması nəticəsində. Xeyr, qırılma ərazinin uzaqlaşması, amma qırışıqlıqlar isə toqquşma olmalıdır. Buna da kənarlaşma yazıb. Yanlışdır, doğru yazıb getdi. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi aktivdir. Düz deyir, amma qarşısına yanlış yazdı. Deməli, getdi. Cavab A idi. Qərbi Sibir düzənliyi hansı xüsusiyyətinə görə Turan ovalığı ilə oxşar deyil? Qərbi Sibir Turandan fərqli olmalıdır. Deməli, bir xüsusiyyətinə görə. Platforma. Hər ikisi platformadır. Özdə hər ikisi cavan platformadır. Qərbi Sibir, Turan və Ön Qafqaz nə idilər? Cavan platforma idilər. Bunların oxşar cəhətidir. Bizə oxşar olmayan lazımdır. Neft qaz ikisində də var. Bu da getdi. Avrasiyadadır ikisi də.
Akkumulyativ düzənliklərdir. Bəli, ovallıqdırlar. Ovallıqlar necə düzənlik olmalıdırlar? Akkumulyativ düzənliklərdir. 2 işıqlanma qurşağında. Burada Qərbi Sibir 2 işıqlanma qurşağındadır. Qütb dairəsi kəsir. Qütb və şimal mülayim, amma Turan təkcə mülayim işıqlanma qurşağıdır. Deməli, fərq bu idi. Niyə variantı? Cənubi Amerika və Afrika materikləri üçün ümumi əlamətləri müəyyən edin. Ucqar şimal nöqtəsi şimal yarımkürəsindədir. Cənubi Amerikanın ucqar şimal nöqtəsi 12 şimal enliyidir. Bəli, şimaldadır. Afrikada yenə şimaldadır. Benseka, Ələbiyyat, Rasangel 3 adı var Tunisdə. Digəri isə Kolumbiya ərazisində, Cənubi Amerikada Qalinyas şimal ucqar nöqtəsi, bəli, şimal yarımkürəsidir. Bir doğrudur, ikisinin də ümumi cəhətidir. Qərb hissəsində deyir, fəal seismiklik və vulkanizm müşahidə olunur. Cənubi Amerikanın qərbində amma Afrikanın qərbində elə deyil axı. Yanlışdır. Geoloji keçmişdə qədim Gondvanaya aid olub. Bəli, qədim Gondvanaya aid Cənubi Amerikaydı, Afrikaydı, Avstraliyada, Antarktidaydı, bir də Hindistan, Ərəbistan idi ki, sonradan Avrasiya birləşib yad quru sahəsi kimi Avrasiyada qalmışdı Hindistan, Ərəbistan. Amma Cənubi Amerika və Afrika, bəli, hər ikisi Gondvanaya aiddir, 3 də doğrudur. Sonra 4-ə baxırıq. Mezozoik Kimmer qırışıqlığına aid olan ərazilər mövcud deyildir. Deyir ki, hər iki tropik xətti ilə kəsir. Bilirik ki, Cənubi Amerika yalnız cənub tropiki ilə kəsir. Bir dənə Afrikada ikisindən də kəsişən. Deməli, bunların ümumi cəhəti ola bilməz. 5 də yanlışdır. 5, 5, 2 getmişdi. 1, 3 qalıb. Ya C-dir, ya da B-dir. Sahilləri Atlantik və Hind okeanı suları ilə yuyulur. Baxın, Cənubi Amerikanın sahillərini qərbini sakit yuyur, şərqini Atlantik. Afrikanın sahillərini qərbini Atlantik yuyur, şərqini Hind. Gördünüzmü? Burada Atlantik və Hindin yuması tək Afrikaya aiddir. Cənubi Amerikanı isə sakit və Atlantik yuyur. Deməli, bu ortaq cəhət ola bilməz. 6 da səhvdir, cavabımız B-dir. Mezozoik Kimmer qırışıqlığına aid olan ərazilər mövcud deyil bu materiklərdə. Bu ümumi cəhətdir. Deməli, keçdik 53-ə. Doğru ifadələri müəyyən edin. Müqəddəs Yelena və Kuril adaları litosfer tavan divergentindədir. Bəli, müqəddəs Yelena divergentdir, amma Kuril konvergentdir. Deməli, bu yanlışdır. Kalahari qum duyunlarından geniş. Bəli, dünyanın ən böyük qum duyunları Kalaharidədir və Car, Namibiya, Botswana ölkələrinin ərazisinə düşür. 2 doğru ifadədir. Pirney dağları Qreenwich meridianı ilə kəsişdiyi üçün bu dağlar 3 yarımkürədədir. Bəli, Pirney ilə oxşar Atlas dağları da 3 yarımkürədə yerləşəcək. Qreenwich kəsdiyinə görə bu düzdür. Kopet dağ Alp-Himalay qurşağının qırışıqlıq zonasında yerləşir. Düzdür, Kopet doğrudur. Kuçan zirvəsi 3191 metrə Türkmənistan və İran sərhəddindədir. Alp və Karpat dağları qırışıq faylı dağlar hesab olunur. Bunlar qırışıq dağlardılar. Alp də Karpatdır. Qırışıq faylı dağlar Altay sayın Tianşandır. Getdi. Afrikanın ən uca zirvəsi, onun yeganə cavan dağ sistemi Atlas dağıdır. Dağında yerləşir. Xeyr, Afrikanın ən uca zirvəsi Kilimancarodur. O da 5895 Tanzaniya ərazisində yerləşir. Atlasın ən hündür yeri isə Tupkaldır. 4165 metrə. O da Mərakeşdir. Yəni, bu yanlış ifadə oldu. Cavabımız 2, 3, 4. Gəlirik burada. Kəsmə yüksəkliyini bizə verib 450 metrə. Bunu bilərək deyir, A nöqtəsi ilə zirvə nöqtəsi arasındakı hündürlük fərqini hesablayın. Baxın, nə etməliyik? Görürük ki, bu dağdır. Nədən bilirik? Berinştriklər çölə doğrudur. Dağdır. Nə etməliyik onda? 5285-dən kiçik 450-yə bölünən tam bölünən ədəd tapmalıyıq. Bu ədəd hansı olacaqdır? Deməli, 450-də bölünməlidir. 4950 olacaq. 5285-dən kiçik.
450'yə tam bölünən ədəd. İlk olan hansı olacaq? 4950. Daxili horizontalımız oldu 4950. İndi biz A-nı tapmaq üçün nə etməliyik? Baxın, 4950-dən bir dənə 450 çıxsaq, 4950 çıx 450. 4500. Bura olacaq 4500. Bir dənə də 450 çıxırıq. Bura eləyəcək neçə? 4050. Bir dənə də 450 çıxacaq. Bu da eləyəcək 3600. Deməli, bizim bu A nöqtəsinin mütləq hündürlüyü 3600'dür. Bizə də deyir ki, A nöqtəsi ilə zirvə nöqtəsi arasında hündürlük fərqini tap. Zirvə nə qədərdir? 5285. Və A nöqtəsi nə qədərdir? 3600. Deməli, 5285-dən yazırıq. 5285 çıxılsın 3600. O da neçə eləyəcəkdir? 1685 metrə. Hesabladıq. Keçək 55'ə. Doğru olmayan deyir tapın. Olmayan. Doğru olmayan. Qiviyana. Nədir? Yaylı. Yaylı necə düzənlikdir? Denudasyon. Qədim platformadır. Bəli, düzdür. Platforma qalxanıdır. Yaylanın hündürlüyü nə olmalıdır? Hündürlüyü 500'dən yuxarı olmalıdır. Doğrudur. Hər şey burada doğrudur. Bizə doğru olmayan lazımdır. Qərbi Sibir ovalıqdır. Ovalıq ətrafından çay keçir. Ob çayı alüvyaldır. Bəli. Cavan platformadır. Bəli. Hündürlük 500'dən çoxdur. Səhvdir. Biz dedik ovalıqda axı. Qərbi Sibir ovalıqdırsa da hündürlük ovalıqda nə qədər olur? 0-200 olur. 500'dən çox deməsə artıq yanlış dedi. Bunu seçirik. Orta Sibir yayladır. Yaylada biz bilirik denudasiya getməliydi. Akkumulyasiya yazdı. Artıq səhvə yol verdi. Götürməliyik. Və hündürlükdə də yenə səhv yazıb. Yəni yayla 500'dən yuxarı olmalıdır. Gətirib 200 yazıbdır. 200'dən az yazıb. Səhvdir. Amma səhv lazımdır bizə. La Plata. Ovalıq. Ovalıq necə olmalıdır? Denudasyon düzənliyi yox, akkumulyativ olmalıdır. Yanlış dedi. Bizə də elə bunun yanlışlığı lazımdır. Geosinknal da deyil, platformadır. 200'dən qədərdir, burası düzdür. Amma bu iki yerdə səhv var deyə biz bunu götürməliyik. Anadolu yayladır. Yayla denudasyondur. Geosinknalda da 500'dən yuxarıdır. Deməli, bu doğru da çıxdıq. Deməli, cavab 204 oldu. 56. Braziliya yaylası görürsünüz, Cənub Amerika. Buna aid olan, doğru olanları seçin deyir. Akkumulyativ düzənlikdir. Yayla denudasyon düzənlikdir. Yayla denudasyodur. Bir səhv. Platforma qalxanıdır. Bəli, yaylalar platformada qalxandır. Braziliyada platforma qalxandır. 2 düzdür. Denudasyondur. Bəli, yaylalarda denudasiya prosesi getməlidir. Seismik proseslər aktivdir, səhvdir, platformadır. Fəaliyyətdə olan vulkanlara rast gəlinir, səhvdir. Günəş zenitdə olma prosesi müşahidə olur. Olma prosesi baş verir. Bəli, doğrudur. 6. Çünki tropik xəttindən, yəni burada tropik işıqlama quşağı daxilində olan yerdə zenit olur. 2-3-6. 57. Dağ, Qafqaz dağları, Kunluşan və Appalaç. İndi dağ əmələ gəlmələrin də burada mərhələlər var. Qafqaz Alpdadır. 1'ə A. Kunlun Kimmeri mezozoidur. 2'yə D. Burada Baykal qırışıqlığı yoxdur. Kaledon, Hersen hər ikisi Appalaç. Appalaçın şimalı Kaledon, cənubu Hersendir. Yəni C ilə Y. Belə olmalıdır. Keçdik. A materikinin sahil xətləri litosfer tavasının sərhədi ilə üstə düşmür. Bu cümlədən artıq bilinir bu materik hansı materikdir. Ona görə də seismik cəhətdən sabit və burada fəaliyyətdə olan vulkanlar yoxdur. Burada cavan dağlar da yoxdur. Lakin şərq sahili boyunca çox da yüksək olmayan qədim dağ uzanıb. Materikin sahillərini iki okean suları yürür.
10 ucqar qərb nöqtəsi 118 şərq uzunluğu, şərq nöqtəsi isə 154 şərq uzunluğudur. Söhbət Avstraliyadan gedir. Yəni artıq burada bilinir ki, baxın, litosfer tavalarının sərhədinə düşmür, platformadır, zəlzələ yoxdur, vulkanizm yoxdur. Deməli, bu materik hansı materikdir? Avstraliya. Deməli, materikə yazırıq Avstraliya. Sahilini yuyan iki okean, şərq sahilini sakit yuyur, qərb sahilində Hind yuyur. Bizdən indi sahilinin hansı hissəsini soruşmuyor, beləcə deyir sahilini yuyan okeanlar. Yazdıq. Sakit və Hind. A materikinin ucqar qərb və şərq nöqtəsinin adını yazın. Ucqar qərbi Stepis Point, ucqar şərqi Byron. Şimalı York idi, cənubu da cənub şərq idi. Onları soruşmayıb, ona görə də yazmırıq. Keçirik. Yerli vaxt fərqini tap. Yəni, qərbi ilə şərq arasında qaydırıq mətnə. Baxın burada, qərbi nə qədər idi? 113. Şərqi nə qədər idi? 154. Yazırıq. Qərb 113 şərq uzunluğudur. Yəni, materikin qərbi. Şərqi isə 154 şərq uzunluğu. Baxın, hər ikisi eyni yarım kürədə yerləşir. Bunların arasındakı yerli vaxt fərqini tapmaqdan ötürü nə etməliyik? Təbii ki, 154-dən 113-ü çıxmalıyıq. Çıxaq. 1, 4, 41 dərəcə. 41 dərəcə bunlar arasında fərq vardı. Bunu da sağda keçirtməkdən ötürü nə etməliyik? 41-i bölməliyik 15-ə. Neçə dəfə? 2 dəfə. 30, qalıq qaldı 11. 11 də vurduq 4-ə 44. 2 saat 44 dəqiqə. Yerli vaxt fərqləri var. Bəli, 2 saat 44 dəqiqə yerli vaxt fərqi oldu. A materikində yerləşən qədim dağların ən az 2 dağın adını yazmalıyıq və bu materikin ən uca zirvəsinin adını çəkməliyik. Qədim dağ orada özü də mətndə demişdi, baxın, fikir verin. Deyir ki, şərq sahili boyunca çox da yüksək olmayan qədim dağlar uzanır. Bu böyük su ayrıcı dağlarıdır. Böyük su ayrıcı. Bundan başqa qədim dağlardan Hammersley, McDonnell. Dəqiqə. Bunu silim, səlqəli yazım. Hammersley Avstraliyanın qərbində, McDonnell də mərkəzi Avstraliyada yerləşmiş olacaqdır. Bunların da adını yazdıq. Sonra da bir də deyir ki, nəyi yazın? Materikin ən uca zirvəsi, o da Kostyuşkadır. $2228. Belə. Bu qədər dostlar, sağ olun. Hələlik.